Azərbaycan-Özbəkistan münasibətləri dostluqla müttəfiqliyin, vəhdətinin ən gözəl nümunələrindəndir. Bunu bacarmaq, qədim dostluq ənənələrinə sadiqlik, möhkəm siyasi iradə, bir də yüksək diplomatik bacarıq tələb edir. Bu dəfəki dövlət səfəri daha bir diplomatik ilklə yadda qalır. Əbədi dostluq müqaviləsinin imzalanması ilə. Bu tarix birdən-birə yaranmadı. Cəmi 2 il əvvəl 2024-cü ilin avqustunda Daşkənddə Azərbaycan və Özbəkistan müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanmışdı. Həmin sənədlər paketində əmək, təhsil, elm, mədəniyyət, turizm, investisiya, hüquq mühafizə və şəhərlərarası əməkdaşlıq kimi çoxsaylı istiqamətlər üzrə razılaşmalar da yer almışdı. İndi isə münasibətlərdə növbəti mərhələ başlayır. Azərbaycan-Özbəkistan əlaqələrinə yalnız iki ölkə arasında tərəfdaşlıq kimi baxmaq artıq doğru deyil. Çünki Azərbaycan və Özbəkistan artıq bütövlükdə Avrasiya məkanında yeni təhlükəsizlik konfigurasiyası formalaşdırıblar və Azərbaycan və Özbəkistan arasındakı hazırda əbədi dostluq müqaviləsinin imzalanması fonunda əminliklə deyə bilərik ki, Türk dünyasının qlobal platformada gücünün, imkanının artmasının və beləliklə də bütövlükdə regionumuzun qlobal mühitdə vacib bir subyekt kimi çıxış etməsinə şahidlik edirik. İmzalanan sənədlər və qəbul edilən qərarlar iki ölkə arasındakı əməkdaşlığın həm iqtisadi, həm də regional səviyyədə dərinləşdiyini göstərən bir neçə mühüm istiqaməti əhatə edir. 2030-cu ilə qədər ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması nəzərdə tutulur ki, bu da qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin sürətlə artacağını vəd edir. Ürgənc-Xankəndi, Buxara-Laçın və Ürgənc-Naxçıvan arasında qardaşlaşma münasibətlərinin qurulması həm siyasi, həm də regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Bugün Özbekistan həm də Azərbaycan dövlətləri ortası üzrə həmkarlıq. Bugün Özbəkistan və Azərbaycan dövlətləri arasında qarşılıqlı əməkdaşlıq heç vaxt olmadığı qədər yüksək səviyyəyə qalxıb. Xüsusilə bugün dünyada qlobal miqyasda müxtəlif mürəkkəb və xoşagəlməz vəziyyətlərin yaşandığı bir dövrdə iki xalq arasında münasibətlərin çox vacib olduğunu düşünürük. Bizim əlaqələrimizin tarixi kökləri var. Bu tarixə xüsusilə də Teymurilər dövrünə nəzər salmaq olar. Böyük babamız Əmir Teymurun Qarabağın indiki Şuşa şəhərinin ərazisində 7 il qış keçirməsi ilə bağlı tarixi faktlar var. Təxminən 500 il əvvəl baş verən bu tarixin bugün yenidən canlandığını hiss edirik. Azərbaycan-Özbəkistan münasibətlərinin ən diqqət çəkən tərəfi isə sənədlərin sayından çox onların coğrafiyasıdır. Bakı ilə Daşkənd arasında imzalanan razılaşmalar artıq yalnız iki paytaxtı deyil, Laçını, Xankəndini, Naxçıvanı, Buxaranı və Urgənci də bir-birinə bağlayır. Bu addım iki ölkə arasındakı müttəfiqlik əlaqələrini təkcə paytaxtlar səviyyəsində deyil, birbaşa regionlar səviyyəsində də rəsmən möhkəmləndirir və beləliklə 2024-cü ildə müttəfiqliklə möhkəmlənən münasibətlər 2026-cı ildə əbədi dostluqla yeni hüquqi siyasi çərçivəyə salınır. Bəlkə də bu səfərin ən böyük mesajı elə budur. Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız iki dövlətin bugünkü əməkdaşlığı deyil, gələcək nəsillər üçün qurulan uzun müddətli tərəfdaşlıq modelidir. Sənan Bəhrəmli, Vəfa Şəhlai, Ramin İsmailov, İlkin Məmmədov, ATV Xəbər.